Adam balaca qızını dostuna təqdim edərkən deyir ki, Have you met my daughter Beth? Sən mənim qızım Bethi görmüsənmi? Yəni onu tanıyırsanmı? Dostu da soruşur ki, And what is Beth short for? Short qısa deməkdir, for üçün deməkdir. Amma ikisi bir araya gələndə sabit birləşmə olur. Məsələn deyirəm ki, Matt is short for Matthew. Matt adı Matthew adının qısaldılmış formasıdır. Və yaxud Ben is short for Benjamin. Ben adı Benjamin'in qısaldılmış formasıdır. İndi o da dostundan And what's Beth short for deyərkən Beth nəyin qısaldılmış formasıdır deyə soruşur. Yəni qızın tam adı nədir? Amma atası cavab verir ki, Because she is only 3. Çünki onun sadəcə 3 yaşı var. Sadəcə 3 yaşındadır hələ. Niyə belə oldu? Çünki atası suala cavab verərkən sualdakı short və for-u bir-birindən ayırıb. Onlar normalda sabit birləşmədir axı. Amma bir-birindən ayrılsalar standart what for strukturunda olan bir sual cümləsi yaranır və onda sanki what is Beth short for deyərkən Beth nə üçün qısadır mənasında bir sual olur. Yəni niyə onun boyu balacadır? Atası da ona görə cavab verdi ki, Because she is only 3. Çünki sadəcə hələ 3 yaşı var. Əslində amma nə deyə bilərdi? Məsələn deyə bilərdi ki, Beth is short for Elizabeth. Beth adı Elizabeth adının qısaldılmış formasıdır məsələn.